Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Şuşa Ramanı qəsəbəsində hər bir tərəfi yaşayış olan yerdə 3 sot torpaq sahəsində yerdən 8-9 daş kürsüdə tikilmiş 4 otaqlı həyət evimiz satışa çıxıb. Üstəlik də ki, evin bütün əşyaları ilə birlikdə satılır. Zəhmət olmasa videomuzu sona qədər izləyin, bütün məlumatlarından xəbərdar olun və kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Əgər ki sizin də satışda olan hər hansı bir mülkünüz varsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Evinizin satışına tez bir zamanda köməklik göstərək. Evin həyətində əlavə olaraq belə bir yay mətbəxi yerləşir. Həyətimiz kermogranit daşlarla döşənilib, əlavə boş torpaq sahəsində saxlanılıb. Evin həyətinə də bir neçə maşın tam rahatlıqla daxil ola bilər. Evin heç bir zabora bitişiyi yoxdur. Sağından da, solundan da, arxa tərəfdən zabordan məsafəsi var. Qazı, suyu, işığı daimi fasiləsizdir. Evimiz 4 otaqdan ibarətdir. Ümumi sahəsi 100 kvadratdır. Hər tərəfi də yaşayış olan yerlərdə yerləşir. Düz pəncərəsinin reşotkasına qədər var. Yəni bu evi alan zaman evlə bağlı heç bir xərciniz çıxmır. Alırsınız və alq-satqı eləyib köçüb evə rahatlıqla da yaşaya bilirsiniz. Gəlin keçək evin içərisi ilə sizi tanış edeyim. Bir daha qeyd edirəm ki, video gedişatı zamanı nə əşya görürsünüzsə, satış zamanı hamısı qalacaq, elektronikada qalacaq. Kondisioneri var, paltar yuyanı var. Evdə istilik sistemi kombidir. Altı betondur, üstü kəmərdir. Dörd bir tərəfdən də qoşadaşla tikilmiş evdir. Dəhlizə daxil olduqda sağda gəlir evin mətbəx hissəsi. Hər bir otağın geniş pəncərəsi, baxın hətta ara divarlara qədər hamısı qalın divardır. Bura isə geniş bir qonaq otağımızdır. Otaqlarda gördüyünüz kimi pərdələrə qədər var. Pərdələr də ki, evin aboyuna uyğun olaraq, rənginə uyğun olaraq seçilib. Pollar laminatdır. Lüstrlərə qədər var. Sənədi torpağın çıxarışı, evin qiyməti 115 min manat deyilir. İnşallah ki, real alıcılarımız olsa, evin qiymətində də indirim olunacaq. Evin sahibi tərəfindən. Bu qədər əziz izləyicilərim kondisionerdə qalır. Videomuz da artıq bitmək üzrədir. Sona qədər izlədiyiniz üçün çox təşəkkür edirəm. Əlavə də nə suallarınız olsa, buyurub zəng edərək məlumat ala bilərsiniz. Əziyyət çəkib izlədiyiniz üçün təşəkkür edirəm. Evdə əvvəllər yaşayış olub, hazırda yaşayış yoxdur. Burada da uşaq üçün yataq otağı var. Buranı istəsəniz ləğv eləyib, qardirob otağı kimi də istifadə edə bilərsiniz. Bu qədər izlədiyiniz üçün təşəkkürlər.